Salam, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Nakişin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz belə bir məsələ haqqında olacaq. Deyilir, yaxşılıq elə at dənizə, balıq bilməsə xalıq bilər. Mən sənə pislik eləsəm, bunu sən dənizə atsan da xalıq biləcək, yoxsa bu nə deməkdir? Yaxud məsəl olaraq, yaxud belə deyək, psixoloji fazada bu cümlənin nitoloji açıqlaması nədir? Bilirsiniz, insanların ümumən beyin funksiyası daimi olaraq yaxşılığa meyllidir. Yəni hər hansı bir növ pis bir şey gördüyü təqdirdə ən yaxını olsun soyma kimi yaxud qarşı tərəfdən mənfi beyinlərində obrazların, ssenarilərin yaranmasına gətirib çıxarır və düşüncə tərzi tamamilə müsbətdən mənfiyə doğru, yuxarıdan aşağı, yəni aza doğru, kiçiyə doğru dəyişir. Bu da əslində bu həmin məsəllə bağlı belə bir ifadə var. Deyir ki, əgər düşüncə tərzi tam geniş inkişaf etməyibsə, şuuraltı təkanları kimsə tərəfindən idarə olunursa, yaxud bir psixoloji xəstəlikləri olan şəxslərə daimi olaraq kənardan edilən təzyiqlər olursa, hər zaman onlar qarşı tərəf edilən yaxşılıq da olsa da pislik kimi, belə deyək, qələmə vermə forması yaranır. Birinə yaxşılıq edirsən, o yaxşılığın sən birləşəcək bir pislik çıxacaq. Yəni, sanki sənə pislik edirəm, sanki səni söyürəm, təhqir edirəm kimi düşüncə tərzi formalaşacaq. Və edilən yaxşılığın da içinə, belə deyim bizə, zibil qoyulacaq. Bu da əslində niyə? Yəni, Loruz ilə qeyri-etik da təbii ki, real halda, yəni qeyri-realdan uzaq deyil. Bu da əslində nədən qaynaqlanır? Arda-arda dayanmadan edilən qarşı tərəfdən həmin şəxsə baskı təzyiq. Sanki sənin şəxsi fikrin yoxdur, sən düşüncəsizsən, sən belə deyək, bambılı, yersiz insansan, kənardan robot pult kimi idarə edirəm səni. Bu da əslində el qınağının nəticəsindən qaynaqlanır. O qədər kənar şəxslərin, kənar düşüncə təsirlərinin nəticəsini dediklərini etmirsən ki, və nəticədə də şəxsi düşüncə tərzinə olub sıfır. Çalışın hər zaman başqasının fikirlərini önəmsəməyin. Sonra mərhələdə ən əsas insanın şəxsi fikri. Seanslarımız əyani və onlayn şəkildə aparılır. Qoşulmaq istəyən şəxsi mesaj və məlumat verə bilərlər.